Dəyərli izləyicilər, deməli insanlar gedirlər psixoloqa ki, özdə ən çox da psixoloqa verdiyi suallardan biri bilirsiniz nə olur? Mən kiməm? Bu mənim kim olduğumu bir dənə mənə izah edə. Bu da insanların duyğularının tanıması ilə müəyyən olunur da, belə deyək. Sizə bir dənə ətir gətirmişəm ki, təsəvvür edin, o ətiri istifadə edirsən, hansı ruh halındasansa, həmən ruh halında olduğunu sənə göstərir. Hansı ki, qoxu sənə hansı ruh halındasansa, o ruh halıma uyğun qoxu verir. Təsəvvür edirsiniz bunu. Ətirin adı Elixir Girl ətiridir. Xanımlara aiddir. Əsas da xanımlara aid olan ətirdir. Düzdür, bəylər də gəlir. Demək olar ki, o xanım ətiridir, amma bəylərin 70% ilə o ətirdən istifadə edir. Elixir Girl, bu ətiri gəlin istifadə edin. Ətirin bu keyfiyyəti sizi maraqlandıracaq. Təsəvvür edin ki, siz nasreniyasınızsa, ona uyğun sizə bir qoxu verəcək. Sizin təsəvvür edin, həyəcanlı hiss edirsiniz sözünüzü, ona uyğun bir dənə qoxu verəcək. Ətir sənə sənin özünü tanıdır da, təsəvvür edin. Sənin duyğularını sənə göstərməklə. Yəni təsəvvür edin, nə hiss edirsinizsə o qoxunu verir. Sevinclisizsə, xoşbəxtsizsə həmən qoxunu verir sizə. Çox fərqli bir şeydir. Yaxınlaşın mağazaya, bir dənə həmən qoxunu soruşun, mən sizə deyəcəm hansı qoxudur.